Mən sizə bir sahibkardan danışacağam. Bu adamın 7 il biznes aparırdı. Dövriyyəsi var idi, müştərisi var idi, işçiləri var idi. Kənardan baxanda uğurlu bir sahibkardır. Amma bu adamın həyatı belə görünürdü. Səhər saat 7-də işdə olurdu, axşam saat 10-da işdən çıxırdı. Həftənin 6 günü, bəzən 7. Ailəsi ilə vaxt keçirə bilmirdi, sağlamlığı pisləşirdi. Və ən dəhşətlisi bu qədər işləməsinə baxmayaraq biznes böyümürdü. 3 ildir eyni yerdə idi. Gəldi yanıma dedi, ay Fərhad, mən nəyi səhv edirəm? Daha çox nə edə bilərəm? Mən dedim, problem səni az etməyində deyil. Problem sənin çox etməyindədir. Sən tələyə düşmüsən. Bu tələnin adı var. Bu tələnin adı özünü məşğulluq tələsidir. Bu nə deməkdir? Sənin bir biznes qurmusan, amma əslində sən bir iş yeri yaratmısan özün üçün. Sən biznes idarə etmirsən, biznesin içində işləyirsən. Fərqi izah edin. Sahibkar biznesi idarə edən adamdır. Strateji qərar verir, rəqəmlərə baxır, sistem qurur, insanları yerləşdirir və biznesin böyüməsi üçün düşünür. Özünü məşğul, hər şey özü edir. Müştəri ilə özü danışır, sifarişi özü yerindən yetirir, problemi özü həll edir, kassanı özü yoxlayır. Azərbaycanda sahibkarların böyük əksəriyyəti sahibkar deyil, özünü məşğullardır. Sadəcə bunu bilmədilər. Çünki kənardan biznes kimi görünür. Ofis var, işçi var, müştərilər var. Amma əslində bütün bu struktur bir adama bağlıdır. Sən çıxsan, hər şey dayanır. Bunu yoxlamağın ən sadə yolu var. Özünə bir sual ver. Mən 2 həftə olmasam, biznesim işləyəcəkmi? Əgər cavab yoxdursa, sən bu tələdəsən. İndi vacib sual var. Niyə? Niyə ağıllı, bacarıqlı, əməksevər insanın bu tələyə düşür? Birinci səbəb, başlanğıcda bu normaldır. Hər biznes sahibkarın şəxsi əməyi hesabına başa gəlir. Sən hər şeyi özün edirsən, çünki adam işə götürmək üçün pulun yoxdur və heç kim sənin qədər yaxşı işi görə bilmir. Bu birinci ildə, ikinci ildə normaldır. Problem 5-ci ildə, 7-ci ildə hələ bu eyni şəkildə işləməyindir. İkinci səbəb qorxudur. Bu çox dərin psixoloji məsələdir. Sən qorxursan ki, başqası sənin qədər yaxşı etməyəcək. Müştəri narazı qalacaq, keyfiyyət düşəcək və bu qorxu səni hər şeyi nəzarətdə saxlamağa məcbur edir. Nəticədə sən biznesinin ən dar boğazı olursan. Hər şey səndən keçməlidir. Hər qərar, hər sifariş, hər problem. Və üçüncü səbəb, bu ən az danışılan səbəbdir. Sahibkarın özünün böyüməsidir. Biznesin böyüməsi üçün əvvəlcə sahibkarın özü böyüməlidir. Amma böyümək nə deməkdir? Bu bacarıq məsələsi deyil. Bu özünü tanımaq, öz qorxularını görmək, nəzarət ehtiyacı haradan gəldiyini anlamaq və bunları aşmaqdır. Çox sahibkar var ki, texniki bacarığı əladır, öz peşəsini yaxşı bilir. Amma idarə etmə başqa bacarıqdır. İnsanları idarə etmək, sistemi qurmaq, nəzarəti buraxmaq peşə bacarığı deyil. Bunlar şəxsi inkişaf məsələsidir. Və bura investisiya edən sahibkar çox azdır. Gəlin əvvəlki misala qayıdaq. Bu adam 7 ildir biznes aparır, hər şey özü edir, yorulub, böyüyə bilmir. Biz nə etdik? Əvvəlcə onun bütün gün ərzindəki işləri siyahıya aldıq. 27 fərqli iş çıxdı. Bir gündə 27 iş. Təsəvvür edirsiniz. Müştəri ilə danışmaq, sifariş qəbul etmək, material almaq, keyfiyyətləri yoxlamaq, çatdırmaq, kassa, işçilərlə söhbət, şikayətlərə baxmaq, hər şey. Və bu 27 işi 3 kateqoriyaya ayırdıq. Birinci kateqoriya, yalnız sən edə bilərsən. Strateji qərarlar, böyük müştərilərlə əlaqə, maliyyə nəzarəti. İkinci kateqoriya, başqası edə bilər, amma sən öyrətməlisən. Standart müştəri xidmətləri, sifariş prosesi, keyfiyyətin yoxlanılması. Və üçüncü kateqoriya, artıq başqası edir, amma sən hələ də qarışırsan onun işinə. Bilirsiniz nə çıxdı? 27 işin yalnız 4-ü birinci kateqoriya idi. 4. Qalanı onun işi deyildi. Bu sahibkarın böyük fərqindəlik gətirdi. Sən gündə 12 saat işləyirsən, amma bunun yalnız 2-3 saatı sən real sahibkarlıq işidir. Qalan sən əlavə etdiyin dəri minimum olan işlərdir. 3 ərzində biz ikinci kateqoriyadakı işləri yazılı prosedurlara çevirdik. Hər birinin standartını yazdıq. Yəni nə edilir, necə edilir, nəticə necə ölçülür. Bunu edərkən süni intellektdən çox istifadə etdik. Sonra bu prosedurları işçilərə ötürdük. Üçüncü kateqoriya isə sadəcə qarışmağı dayandırdıq. 6 aydan sonra bu adam həftədə 3 gün işləyirdi. Dövriyyə düşmüşdü. Xeyr, 15% artmışdı. Çünki azad olan vaxtları real sahibkarlıq işi ilə məşğul olmuşdu. Yəni
yeni xidmət əlavə etmişdi, qiymətini yeniləmişdi, strateji tərəfdaşlıq qurmuşdu. Bunların heç biri əvvəl edə bilmirdi. Çünki vaxtı yox idi. İndi sən bu tələdəsən, nə etməlisən? Cəmi 3 addım atmalısan. Birinci addım, özünlə dürüst ol. Ən çətin addım budur. Etiraf ki, hər şeyi özün etmək güc deyil, zəiflikdir. Bu nəzarət ehtiyacıdır və bu ehtiyac hardansa gəlir. Bəlkə keçmişdən, bəlkə uğursuzluq qorxusundan, bəlkə sən perfeksionistsən, mükəmməl işi görmək istəyirsən. Bunu anlamaq vacibdir. Çünki sən bu daxili bloku aşmasan, texniki həllər işləməyəcək. Sən prosedur yazacaqsan, amma tətbiq etməyəcəksən. İşçiyə tapşıracaqsan, amma sonra yenə də onu özün edəcəksən. Dəyişiklik əvvəlcə içəridə baş verməlidir. İkinci addım. Öz işlərini audit et. Əvvəlki nümunədəki kimi bir həftə ərzində sənin etdiyin bütün işləri yaz. Hər şeyi. Sonra 3 kateqoriya ayır. Və bax ki, sənin 27 işinin neçəsi həqiqətən məhz sənin işindir. Bu audit sənə aydınlıq verəcəkdir. Və üçüncü addım. Bir işdən başla. Hamısını eyni anda dəyişmə. İkinci kateqoriyada ən çox vaxtını alan işi seç. Bunu yazılı prosedurları hazırla. Süni intellektlə bu çox rahat şəkildə həll oluna bilir. Sən prosesi danışırsan, o yazır, strukturlaşdırır. Sonra bu proseduru bir işçiyə öyrət. 2 həftə nəzarət et, sonra burax. Bu bir iş sənə gündə 1-2 saat vaxt qaytaracaqdır. Bu vaxtı ikinci işin prosedurlarına sərf et. 3 ərzində sən 5-6 işi aşa bilərsən. Və birdən görəcəksən ki, nəfəs ala bilirsən, düşünə bilirsən, böyüyə bilirsən. Gəlin yekunlaşdıraq. Azərbaycanda sahibkarların böyük əksəriyyəti sahibkar deyil, özünü məşğulluqla məşğul olanlardır. Hər şey özü edir. Gündə 14 saat işləyir. Amma biznes böyümür. Bu tələnin 3 səbəbi var. Birincisi, başlanğıcdan qalan vərdiş. İkincisi, nəzarəti itirmək qorxusu. Üçüncüsü, şəxsi böyüməyə fokuslanmamaqdır. Çıxış yolu nədir? Əvvəlcədən özünü tanı və daxili bloklarını aş. Sonra işlərini audit et. Sonra bir sistem qur. 2x kursu tam olaraq bu yoldan keçir. Birinci modul özünü tanımaq, bloklarını görmək, sahibkar kimi böyümək. Sonraki modullar rəqəmləri öyrənmək, sistem qurmaq, biznes mənfəətini artırmaq və bu paketi seçənlər 1 il ərzində xalis mənfəətli 2 dəfə artırılması zəmanəti verilir. Bu baş verməsə, pullarınız geri qaytarılır. Bu Azərbaycanda yeganə kurs növüdür ki, motivasiya ilə deyil, fərqindəlik, rəqəm və sistemlə işləyir. Əgər sən bu tələdən çıxmaq istəyirsənsə, pərvizi.org. Daxil ol, qeydiyyatdan keç.